Salam, hər vaxtınız xeyir olsun değerli YouTube izləyicilərimiz. Bugün sizə Maşdağa qəsəbəsində 187 sayılı orta məktəbin yaxın məsafəliyində asfalt yolun tam kənarında videonda birbaşa məhəllədən çəkiliş elədim ki, evin yolunu da görəsiniz. Asfaltın kənarında 2 sot yarım torpaq sahəsində yerdən 7 daş kürsüdə tikilib. Evin sənədi həm evin həm də torpağın kupçasıdır. Padvalına girişi görürsünüz. İki tərəfdən evin padvalına giriş qoyulub, çardağına da girişi var. Padval hündürdür. Otaqların hər birinin alt hissəsini gəzmək mümkündür. Həyətimiz tam daşlarla döşənilib. Həyətinə bir neçə maşın çox rahatlıqla daxil ola bilər. Ünvanı bir daha qeyd edirəm. Çöldə biraz maşınların səsi düşürdü. Ola bilər yaxşı eşitməmisiniz. Maşdağada yerləşir. 187 sayılı orta məktəbin tam yaxınlığı. Marşrut evin qarşısından keçir. Sənəd paket kupça ipotekaya da yararlıdır. İndi isə keçək evin içərisi ilə sizi tanış edib. Ümumilikdə 3 otaqdan ibarətdir. 100 kvadratda evimizin ümumi sahəsidir. Qazı, suyu, işığı daimi fasiləsizdir. Evin tikintisi zamanı yüksək keyfiyyətli materiallardan istifadə olunur. Evimizin qiyməti isə 85.000 manatdan satışa çıxıb. İnşallah ki, real alıcılarımız olarsa, qiymətində indirim olacaq evin sahibi tərəfindən. Dəhlizə daxil olduqda solda gəlir evimizin mətbəx hissəsi. Pollar laminatdır. Kombi sistemi çəkilib. Pəncərələr şəbəkə pəncərə. Aboylarına qədər hamısı vurulub. Sanitar qovşağın da aksesuarları var. Qazı, suyu, işığı daimi fasiləsizdir. Sayğaçlarının da hər biri qoyulub. Məlumatları bir daha təkrar etmək istəyirəm. Ünvanımız Maşdağa qəsəbəsidir. 187 sayılı orta məktəbin tam yaxın məsafəli. 2 sot yarımda yerdən də 7 daş hündürlükdə tikilib. 6 beton, üstü kəmər, 4 bir tərəfi də qoşa daşla tikilib. Bütün otaqlarında geniş pəncərəsi var. Paket kupça ipotekaya yararlı. Evin qiyməti 85.000 manat. Əlavə nə sualınız olarsa, buyurub zəng edərək məlumat ala bilərsiniz. Əziyyət çəkib sona qədər izlədiyiniz üçün təşəkkür edirəm. Kanalıma abunə olmağı, videolarımı bəyənməyi unutmayın. Göz haqqınızı halal edin.